Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu Muhammed ve al Muhammed. Qardaşlar, ben burada gözəl bir sizə möcüzə göstərmək istəyirəm, amma bu mənim icadım deyil. Bunu çoxdandan artıq yer üzünün hər tərəfində çox adam bilir. Nədir bu? Bax, 1 və 8, yəni 18. Ərəb rəqəmi bu 1 və bu 8. İnsanların əlinin içində bu olur, əl içində olur. Bax, fikir verin, belə və belə, fikir verin, belə və belə. Hər bir insan əlinin içində olur. Buna deyirlər ki, 1 və 8 nə deməkdir? 18, 8 və 1 nə deməkdir? 81. Deməli, bu neçə oldu? 18 oldu, bu da 81 oldu. 81-in üstünə gəlirlər, 18-i edir 99, yəni Allahın 99 adı. Sonra deyirlər ki, 81-dən çıxsaq 18 qalır 63. 63 nə deməkdir? 63 o deməkdir ki, Peyğəmbərin həyatı. Sanki biz Allaha dua edirik, deyək, ey Allah, sən ant verirəm 99 adına, Peyğəmbərin həyatına. Biz deməsək də artıq əllər onu sanki deyir. Barmaqlar haqqında deyirlər, məsələn, Yusif Kino'da da görmüsünüz. Burada neçə dənə oynaq var? 3 burada, 3 burada, 3 burada. 2 ama burada. 14 oynaq, 14 oynaq. Sən ant verirəm 14 məsuma. Bu da 14 öləndə elədi 28. Sən ant verirəm sanki deyirsən məcazi mənada ya Rəbbi, sən ant verirəm 28 hərflə yazılan Qurani Kərimdə. Bu cür deyirlər, çox da gözəl bir tapıntıdır. İndi mən bunu sizə niyə deyirəm? Mən fikirləşdim ki, 81'i vursaq, bu artıq mənim özümün kəşfimdir. Dedim, 81'i vursaq, həmişə toplayırıq axı, ya çıxırıq. 81'i vursaq 81'ə, əlimizin içi. 81'i vuraq 81'ə. Eləyir 6561. İndi 6561'dən çıxsaq 124. Qalır 6237. Ondan da bir çıxanda qalır 6236. İndi deyirsiniz ki, nə üçün? Nə üçün? Başa düşdüm, 81'i vurdum. 81'ə 6561 qaldı. Və bundan da sən 324 çıxdın. Niyə bunu çıxdın? Bunu deyirsiniz, niyə bunu çıxdın? Çünki, qardaşlar, 18'i də 18'ə vuranda, bax, məsələ budur ki, indi biz 18'i də vursaq 18'ə, məsələ üçün, bax, 18 vur 18. İndi 18'i 18'ə vursaq, rəqəmsal dəyər 324 edir. 81'i vururuq 81'ə, 18'i vururuq 18'ə, 18'ə vuranda, bunu buna vuranda eləyir 324, böyükdən kiçiyi çıxırıq da, böyük olduğuna görə kiçik çıxış arası gəlir. Yəni 6561 çıx 324 bərabərdir 6237. İndi buradan da bir çıxanda 6236 qalır Qurani Kərimin ayələrinin sayı. İndi deyirsiniz ki, məsələn, o biri niyə çıxdın? Nə deyib çıxırsan o biri? Biz əlimizi dua üçün edəndə, Allaha dua edəndə, bu birlər var idi. Bax, bu 81 idi, bu da 18 idi. Bu birlər birləşir. Bu 2 dənə birləşir, əlimizi yaxınlaşdıranda. Bax, bu 2 dənə birləşir. Bir yoxa çıxır. 2 dənə ikisindən biri yoxa çıxır. Çünki birləşdi. Xətlər. Birləşəndə bu da nə deməkdir? Yəni, bir çıxıldı. Çıxında yenə 6336 Qurani Kərim ayələrinin sayı. Məsələn, bu da bir çox maraqlı, gözəl bir şeydir.